Gözəlim Ağcabəddən zəngimiz var. Alo. Hə, Hacım. Bəli. Məndə prostat var, bildiyiniz kimi də gecə 12 dəfə alışdırma kölə çıxıram. Amma elə bilirlər ki, biraz yevçən adamam. Elə ki, o yevçəndən sonra o olmur məndə, bizə bir gilərə çıxıram. O nədən yarana bilər? Hə, çox sağ olayım müəllim. Sualına görə maraqlı sualdır. Sizlə sağollaşar ki, mən cavab verə bilim. Sizin cavabınız, sualınız niyə maraqlıdır? Yeyib içəndən sonra, sözündən sonra hamı gedib yeyib içəcək ki, gecə yeyib içmək olmaz. Ona görə yeyib içmək olmaz ki, gecə qaraciyər dincəlməlidir, börək müəyyən qədər yavaş süzməlidir, dincəlməlidir. Qaraciyər toksinləri təmizləməsə, zəhər təmizləməsə təbii ki, orqanizm pis günə qalar. Sonra ürək fəaliyyət göstərir. Ürək döyüntüləri gündüzə nisbətən yavaşıyır. Ürək bilirsiniz də 100.000 dəfə vurur. Və o da son nəticədə dediyim kimi orqanların hamısına beyin toxumasında istirahət lazımdır. Bütün bunlar, o niyə elə müsbət təsir eləyir, gecə durmursunuz, onu mən orada alkoqoldan söhbət getdiyi üçün sizə fərdi mənə zəng eləyərsə, sizə cavab verəcəm. Mən yəni insanlarımızı o yola dəvət edə bilmərəm, çünki zərərli yoldur. Ancaq effektini duya bilərsən.